Payız kolleksiyasına uyğun olaraq alış-veriş eləməyə gəlmişəm. Bir dənə gözəl məkana gəlmişəm. Bayaqdan ancaq gülürük. Pozitivlik yağır da bu məkanda. Maşallah olsun, Allah nəzərlərdən qorusun qızlar. Bugünkü geyimlərimin seçimlərini istəyirəm sizlərlə birlikdə seçim eləyək. Amma siz mənə deyəcəksiniz ki, hansı mənə qəşəng qalır, hansı necədir? Gözləyəcəm. Dəyərləndirilməni sizə buraxıram. Ona görə də belə bir üçlü dəst ilk olaraq seçim elədim. Payız kolleksiyasına uyğun olaraq altdakı köynəyi belədir. Və bu gördüyünüz isə bu qısa qoldu. Altından belə pencəydir. Bu pencək kimi gördüyünüz köynəyin qollarını sizə göstərəcəm. Bu özəlliyini. Baxın, gördünüz necə? Bu isə qısa pencəkdir. Üstündən giymək üçlü dəstdir. Hər kəsin giyinə biləcəyi geyimlərdir. İndi mən bir-bir giyinəcəm. Baxın, bu üst hissəsi qısadır. Amma şalvarın özü yüksək beldir. Dəstin gözəlliyi deyirəm, sadəcə olaraq sıram, materialı, yəni forması, dizaynı o qədər mükəmməldir ki qızlar, həqiqətən vuruldum bu dəstə. Rəngləri ilə stokda, yəni məhdud saydadır. Həm qəhvəyi rəngi, həm gümüşü rəngi, həm qara rəngi mövcuddur. Artıq demək olar ki, yəni buraya gələn xanımlar belə üzərimdə görüb bayıldılar. O dərəcədə çox gözəldir və hər kəsin bədən formasına uyğun olaraq, yəni gözəl qalır. Mütləq şəkildə bundan alım bitməmiş və heç bir yerdə, heç bir mağazada görməmişəm. Bunu ilk Nerbutikdə gördüm. Mütləq şəkildə bundan əldə edin və mən özüm üçün bir dənə götürdüm. Bunu heç soruşmuram da sizdən necədir, necədir, bəyəndiniz, bəyənmədiniz. Buna ürəyim getdi. Nerbutikdə nəinki gündəlik, harasa getmək üçün məclis, parti geyimləri var. Hətta orada gündəlik ev geyimləri var. Evdə də qəşəng görsənmək bizim haqqımızdır qızlar. Materiallarına inanın ki, bayılacaqsınız. İlk baxanda dedim ki, bunu evdə giyinmək üçün götürüm. Sonra diqqət elədim ki, nəyi varifə, bu evli bir geyim deyil, bu əsl belə gəzməli, əsl belə bir yerli, çox gözəl bir dəsti, üçlü dəsti, altından saroçkası, üstündən belə bir top kimi sviti və belə bir yüksək bel şalvarıdır. Yəni buna bayıldım. Bu da mənim olmalıdır. Bəs siz necə bəyəndiniz qızlar? Nəinki belə fərqli ev dəstlərin Nerbutikdədir. Qalmışam ki, hansını seçim? Fikirlərim allak bullak. Mənə yardım əli uzadın qızlar. Mənim qızlarım da özüm kimi belə ismətli qızlardır. Ona görə də onlara belə geyimlər elə yaraşır. Bunu özüm belə dəstləşdirdim bu köynəklə. Köynəyin forması fərqlidir. Boyun nahiyəsi belə arxada qalır. Modeli belədir. Yəni saroçka hissəsi, varatnik hissəsi daha doğrusu belə arxada qalır. Sinə detayı da belədir. Biraz belə bol kimidir. Materialı çox gözəldir. Yupqa isə atlasdır. Rəngi o qədər xoşuma gəlir ki, son vaxtlarda kapuçino rənglərinə daha çox üstünlük verməyə başlamışam. İstər ev geyimlərində, istər gündəlik geyimlərdə, istərsə də hər hansı bir belə kombinlərimdə. Yupqaya bayıldım, köynəyi də eləcə. Bunu sizcə götürünmü, götürməyimmi yazın mənə. Sən elə bir geyim olacaq ki, mən onu giyinim, deyim ki, yox, bu mənim əlimə yaxşı qalmadı, bəyənmədim. İnanırsınız, hər biri, mən özüm bilirsiniz ki, bir müddət bizneslə məşğul olduğum üçün hansı markanın, hansı keyfiyyətli olduğunu çox gözəl bilirəm. Və Nerbutikin də Türkiyədən gətirdiyi məhsullar hər biri Türkiyənin ən tanınmış, ən keyfiyyətli məhsulların, yəni fabriklərdən gətirir geyimləri. Ona görə də bu cinsi görməzdən gələ bilməzdim. Çox bəyəndim. İkili dəsti, həm kablukla da giyinə bilərsiniz, belə qəşəng, şık durur, həm də krasovka ilə, makasinlə də giyinə bilərsiniz, çox bəyənəcəksiniz. Materialı sizə bilmirəm necə ötürüm. Yəqin ki, rəngi də görə bilirsiniz ki, hansı rəngdədir. Çox bəyəndim. Belə bir dəsti. Kutqası o qədər mükəmməldir. Kutqanı tək, yəni bu şalvarla giyinməsəniz belə, cins şalvar ilə rahat bir şəkildə kombinləyə bilərsiniz. Baxın, arxa detayı belədir. Çox gözəl, yumuşaq, rahat. Yəni mən bunu geyinib də necə getməyim gəzməklərə, necə hər hansı bir işimin arxasıca işimi həll eləməyə getməyim. Yəni çəkimlərimdə mənə belə bir rahat geyimlər lazımdır. Bilirsiniz ki, mən bütün gün çəkilişlərdə oluram, ora qaç, bura qaç. Bu geyimlər mən bilirəm ki, harayıma, imdadıma yetəcək. İnanırsınız qızlar, videolardan belə qat-qat gözəldir də realda geyimlər. Mən bunu sizə bilmirəm videoda necə ötürüm, amma bura mütləq şəkildə gəlməlisiniz. Gələcəksiniz, deyəcəksiniz, mən bunu görmüşəm, bəyənirəm. Bundan ötələri belə var burada. Yəni mütləq şəkildə mağazaya gəlməlisiniz. Emil çox vaxt məni icazə vermir belə kloş yupqalar geyinməyə. İlk dəfədir ki, yəni bu yupqanı görüb arxasının uzun olduğunu, belə üzərində qəşəng oturduğunu, hətta cins materialda olduğunu görüb, razılaşdıq, bəyəndim. Çox qəşəngdir, ikili dəsti. Əyində o qədər gözəl duruşu var ki, baxın. Altdan da qəşəng bir topla giyinə bilərsiniz, saroçka ilə giyinə bilərsiniz, krasovka ilə, kablukla, sapaşki ilə, istədiyiniz vaxt, istədiyiniz fəsildə yay çıxmaq şərti ilə bunu qəşəng bir şəkildə kombinləyə bilərsiniz. Yəni bu nədir?
Bu nə köynəkdir, bu nə saroçkadır, bu necə gözəldir. İndi sizə bunun detallarını bir-bir göstərəcəm. Bunu da arxadan açdım. Bax, ipi var. Yan düymələri var. Hətta qarşı düymələrdən əlavə görün nə qədər bu köynək rol oynayır. İstədiyiniz, yəni formaya sala biləcəyiniz yüksək keyfiyyətli bir köynəkdir. Baxın, arxadan iplə bağlananda belə forma alır. Digər yönü, baxın, belədir. Qarşıda iplə bağladım, kənar arxadan da iplə düyünlədim. Yəni ikinci. Sonra bu gördüyünüz qarşıda 2 dənə düymə var ha. Bundan da əlavə burada düymələr də var. Açırsınız, adi saroçka kimi olur. Bel düzümünüzü ortaya çıxarda bilərsiniz. Şalvarı isə deməyə söz tapmıram. Material mı deyim, rahatlıq mı deyim, keyfiyyət mi deyim, forması mı deyim. Hər dəfə birini giyinirəm, deyirəm, bu. İstəyirəm ki, yenə də ən son seçimi izləyicilərim versinlər. Çox bəyəndim. Bunu da qəşəng saboyla, stilettoyla, nə bilim, hətta məclisə belə giyinə bilərsiniz. Marka dəvət edirsə, elə bir partilərə, maraqlı məclislərə giyinim. Sizlərə seçim olsun deyə bu pencəyi paylaşıram sizlərlə. Materialını mən buradan ötürə bilmirəm. Çox güman ki, başa çıxan izləyicilərin biləcəklər hansı materialdadır. Məxmər kimi məxmər deyil, atlas kimi atlas deyil. Çox gözəl, fərqli və keyfiyyətli bir parçaya sahibdir. Bunu da göstərdim ki, sizlərə yəni seçim olsun. Yəni bir geyim bu qədər necə möhtəşəm ola bilər? Niyə görə mən hər dəfəsində giyinəndə ay Allah bunu istəyirəm qızlar? Yəni bir pencəyin gözəlliyinə baxın, materialına, yəni materialını nə qədərsə tərif eləsəm də azdır. Yenə də qeyd edirəm, Sumqayıtda yerləşir Nail Butik. Mütləq şəkildə bura gəlməlisiniz. Səhifələrində də adresləri mövcuddur, nömrələri var. Hər şey. Yəni düz navigatorla gəldiniz, Nail Butik'in qarşısında maşınınız dayanır. Necə gözəl, bunu özünüz idarə edə bilirsiniz. Bu hissəsini rahat bir şəkildə istədiyiniz kimi idarə edə bilirsiniz. Bu hissəsini rahat bir şəkildə istədiyiniz kimi yuxarı, aşağı edib ayağınızı istədiyi nahiyəyə qədər açıq saxlaya bilərsiniz. Bunu isə can, sizə qurban can, gəlirəm indi, gəlirəm. İzləyicilərin hamısının gəlişini. Burada nə qədər izləyicilərimi görmüşəm, nə qədər izləyicilərimi qucaqlayıb bağrıma basmışam. Hamısı bir-birindən gözəl, hamısı bir-birindən üzü nurlu xanımlar. Yəni Nail Butik'ə belə qızlar gəlmirlər. Üst geyim gördüyünüz kimi bu pencəyi yupqayla, üstündəki yəni bunun öz yupqasıdır. Siz istəsəniz bunu cins şalvarla, klassik şalvarla belə kombinləyə bilərsiniz. Çox gözəlli təklikdə. Yupqanı belə təklikdə geyinə bilərsiniz. Çox mükəmməldir. Yəni buna bayıldım. Mütləq şəkildə bu geyimdən qarderobunuzda olmalıdır. Çünki çox məhdud sayda gəlib. Gəzmək geyimləri, bir yerli geyimlər özüm üçün ayırıram. Dedim Arifə, bir evdə videolar çəkmək üçün özünə əməli başda ev geyimləri seç. Hansını seçəsən, hamısı bir-birindən qəşəng. Bunun da üstü, mən belə çox qısa geyimlər geyinmirəm. Yəni özünüz yəqin ki, görmüsünüz mənim tərzimdəki belə qısa geyimlər olmur. Sadəcə olaraq bu şalvarı çox yüksək bir olduğundan dolayı götürdüm özümə də. Materialı olduqca mükəmməldir. Nəinki evdə. Hətta krasovkavı giyin, çıx get. Alışverişi elə. O dərəcədə gözəl bir geyimdir. Əsil payız, əsil qış malıdır. O dərəcədə materialı həqiqətən çox qəşəngdir. Buna baxın, görün necə fərqli bir dəstdir. Ürəyim gedir də qolları belə trapez olan dəstlərdən ötəri. Bu yupqasıdır. Arkasının altından astar da var. Yəni iç bildirmir qəti bir sürətdə. Köynəyi də astarsızdır, amma yəni Emil kimi adam astarsız olduğunu yəni diqqətlə 100 dəfə baxandan sonra gördü o dərəcədə. Amma siz istəsəniz təbii ki altından crop giyinə bilərsiniz ki tamamilə iç göstərməsin. Görürsünüz ki torlu kimidir. Altdan yəni astarsız olduğu qəti sürətdə bilinmir. Dəsti bu arada yupqasının belə rezinlidir. Materialı çox gözəldir. Təkcə də gedəndə giyinə bilərsiniz. İndiki vaxtlarda da giyinə bilərsiniz. Çox gözəldir. Hər hansı bir məclisə getdiyinizdə də giyinə bilərsiniz. Hətta deyim ki, qarşısına əgər uzun hiss eləsəz, qarşısına az formada mən düşünürəm ki, kəsdirim. Belə kəsdirə bilərsiniz. Qarşısının o valan hissəsi qalacaq. Belə el dəstidir. Materialı çox gözəldir. 3 pildir. Şalvarın bu hissəsi plaşovka materialındadır. Qolları da eləcə plaşovka materialındadır. İkili dəstir. Baxın, forması da çox qəşəngdir. Bu hissəsi də şort kimidir. Belə plaşovka materialındadır. Qollarında da belə büzmə detalları var. Görürsünüz, bu hissəsi büzməlidir. Əynində çox rahatdır və bir də onu qeyd edim ki, qalındır. 2 iplidir, qalındır. Belə bir dəstləşdirmə etdik. Pencə ilə belə qəşəng triko, standart ölçü olan bir platya idi midi. Çox gözəldir bədən formasını
ortaya çıxardır və qısa qoldu. Pencəyin başqa bir rəngi də var. İstəyirəm onu da göstərim sizlərə. Baxın, belə rəngli. Tüm qəhvəyi kimiyə çalır. Üzərimdəki ağdır. Amma məncə paltarımla bu qəşəng gedər. Düzdürmü qızlar? Nə deyirsiniz? Sizcə paltarımla bu rəng qəşəng gedir, yoxsa əlimdəki? Yazın görüm. Eynəyim də Nilbutikə aiddir. Baxın görün necə gözəldir. Son digər pencə ilə də belə uyğunluq olur. Belə yufqalar da var. Qara rəngi, qəhvəyi rəngi mövcuddur. Baxın, belə pencə ilə kombinləyə bilərsiniz. Bir-birinə də uyur. Amma çox qəşəng olar ha. Baxın, bax. Bu belə. Buna da uyğun belə pencək. Mükəmməldir. Bir dənə belə saten materialda olan dəsti sizlərlə bölüşmək istəyirəm. Rəngləri təkcə qəhvəyi rəngdədir. İkili dəsti. Köynəyini həm qarşıdan bağlamağı olur, belə düyün eləmək olur. Qəşəngdir bu da, bunu da bəyəndim. Üzərimdəki hal-hazırda M ölçüdür, yüksək beldir. Varatnik detayı çox qəşəngdir, cool görsənir. Sinə açıq, yəni açıq görsənmir. 2 cibi də var. Mütləq şəkildə bundan gəlin götürün, çox bəyənəcəksiniz. Geyimləri geyindikcə Emir mənə deyir ki, arıqlamısan. Yəni həqiqətən bugün Nilbutikdə hiss elədim ki, hədsiz dərəcədə çəki atmışam və bu məni o qədər sevindirir. Çünki ölçülərdən də görürəm ki, S, M ölçü geyinirəm. Bir çox geyimlərimdə bunun bariz sübutudur. Şalvar bir dənə qalıb, çox bəyəndim rəngini və yüksək belli, belində nə zamok, nə də ki düymə var, rezinlidir belə. Çox rahat bir şalvardır. Köynəyə bayıldım. Boğaz hissəsi o qədər gözəldir. Mənim indi sırğam çox balacadır. Bunu iri bir gözə çarpan sırğa ilə qəşəng geyinirsiniz. Çiyin detalları bax belə açıqdır. Bunun başqa bir rəngi də var. Bir də o rəngi də mənə verin, göstərim izləyicilərimizə. Bu isə qəhvəyi rəngdədir. Hər iki rəngi də düşünürəm qəşəngdir, amma mən bordo rəngi daha çox bəyəndiyim üçün geyindim. Sizcə necədir? Şalvarla necə gedib qızlar? Bir dənə də belə dəst var. Keçən il bunun gəlməyi ilə bitməyi bir olmuşdu. Bu ildə yenidən gətirdilər stoka. Mən də çox bəyəndim. Dedim ki, özüm üçün bir dənə götürməliyəm. Bu şalvarıdır. S ölçüdür. Mənə biraz dardı. İndi Emini götürəcəm mən bunun. Çox gözəldir. Bəyəndim. Yəni inandırım sizi. Bunu rahatlığı sevən, tətil sevən xanımlar üçün nəzərdə tutulmuş bir dəstir. Sport ayaqqabıyla da giyinə bilərsiniz rahat bir şəkildə. Çox qəşəng görsənir. Materialına isə söz yoxdur. Geyim necə bu qədər mükəmməl ola bilər? Əyində duruşu, əyindəki forması, materialı, yubqasının aşağı belə ətək detalı o qədər gözəldir ki, mən sevirəm də xanımlar belə qəşəng geyinəndə. Həqiqətən insanın yaraşığı onun geyimidir. Xanımlar, yəni məncə belə geyimləri qaçırtmayın. Tam sizlik olan bir yerdir bura. Ona görə də dayanmadan, durmadan, artıq mən bilmirəm hansını, inan başım o qədər allaq-bullaq olub ki, türklər demişkən, bilmirəm hansını seçim edim. Və seçimlərin hər birini sizə buraxıram. Siz mənə yazın, şəkillərini göndərərək mənə bir-bir direktdə geri dönüş eləyin. Deyin ki, Ayfi xanım, bu qəşəng yaraşdı, budur, bunu götürməyin, bu pisdir. Xahiş edirəm. Mənə bunları bir-bir bildirin, sizdən geri dönüşlərinizi gözləyirəm. Pencəyi təklikdə geyinib hər hansı bir şalvarla kombinləyə bilərsiniz. Yufqanın cibi də var.